Dəyərli izləyicilər, xoş gördük. Növbəti blokun çəkilişini, əslində anonsunu veririk. Mənim yanımda illərdir saçan saqqalını avtomobil alış-verişində, alqı-satqısında ağardan, yəni mütəxəssis deyək, yaxşı usta deyək, sənətkar deyək, Elnur var. Elnur qardaşım ta uşaqlıqdan avtomobil biznesində, alqı-satqısında iştirak edir, yaxından iştirak edir. Təbii ki, söhbət burada ikinci əl avtomobillərdən gedir. Həm xaricdən gətirir avtomobilləri, həm bazar daxilində alqı-satqı ilə məşğul olur. Ümumi bazardakı vəziyyəti və avtomobil alanda nələrə diqqət yetirmək lazımdır və nəyə fikir vermək lazımdır? Bunu Elnurdan yaxşı deyərdim ki, bəlkə də indiki dövrdə bilən ikinci bir adam olmaz. Çünki mənim özüm dəfələrlə maşın almışamsa, Elnur qardaşın köməkliyi ilə bunu eləmişik. Elnurun 200 metrdən, 150 metrdən baxdığım maşını artıq hansı aparatla yoxlayırsan yoxla, Elnur artıq 200 metrdən həmin maşına baxanda bilir ki, o maşının harasında hansı qəza var, hansı hissəsi vurulub, hansı hissəsinə rəng dəyib. Belə deyək də, satıcılar bəzən deyir ki, B-klaska maşını, amma Elnur gəlib baxanda deyir ki, yalan deyir, B-klaska deyir, bu maşının falan hissəsində vuruğu var. Və təbii ki, satmaq üçün bəzən bu cür, belə deyək də, anlatmalar olur ki, B-klaskadır, gəl al və s. kimi reklamlarla, cəlbedici sözlərlə alıcıları gözünü alladılar. Təbii ki, alandan sonra aparıb o maşını artıq idarə edəndən sonra müəyyən dərdləri çıxır ortalığa. Əslində, burada söhbət qəzadan getmir. Qəza ola bilər, yüngül qəza bu maşını hansısa formada biz birtəhər düzəldib sürmək olar. Amma məsələ burasındadır ki, bəzən texniki tərəfdən, müəyyən elektron tərəfdən maşında problemlər ortaya çıxır. Elnur, xoş gördük səni. Elnurun nömrəsini indi mən həm də videomuzun alt hissəsində o nömrəni biz yayımlayacağıq. Yenə də Elnurun özündən eşitək. Nömrəni də zəhmət olmasa. 051 882 0202. Bəli, 0202. Elnur indi bizə bir neçə məqamı qısaca olaraq anonsunu deyəcək. Sonraki biz çəkilişlərimizə daha ətraflı həmin Elnurun dedikləri ilə bağlı real formada, həm də belə deyək də o vəziyyəti göstərəcək sizə. Elnur, maşın almağa gəlmişəm, amma istəyirəm ki, maşın B-klaska olsun, vurğu olmasın, yürüyüşü yaxşı olsun. Amma gəlirəm, baxıram ki, maşının ümumi vəziyyəti zadı, belə deyək də, satıcı deyir ki, yaxşıdır. B-klaskadır, yürüyüşü də ki, 90 mindir. Amma müəyyən məsələlər var ki, onu mən bilmirəm. Düzdür. O kilometraja gələndə o kilometrajdır. Kraska olar maşında. Yəni o B-klaska döyüş, ya B-klaska olsun, kraska ola bilər. Yəni birdən görsən hər adam gəlir bazara, klient ki, mənə B-klaska al maşını. Mən deyirəm ki, kraska olar, bir-iki detalında, bir bölümdə olar. Onlar olan şeydir. Baxın, kraska maşına nə cür dəyilib. Bax, məsəl üçün, maşını vururlar vinini. Maşının vinini vururlar, deyirlər ki, maşın Amerikadan nətər gəlib, Koreyadan nətər gəlib. Yəni o vinə allanmaq ehtiyac deyil, qardaş. O vində ola bilər ki, bir dənə qəzası olsun. Orada elə bir şeylər var ki, maşın gəlir, məsəl üçün, Azərbaycanda 1 ay, 5 gün, 2 gün, 1 il hətta sürülür, o maşın qəza olur. Onu elə dəyişirlər ki, o bilinmir. Yəni, başı çıxanlar bilir. Amma sən baxsan bilirsən. 100%. Yəni, mənim kimi də başı çıxanlar baxanda bilinir. Yəni, o aparatdır, şəxsən mən ona inanmıram. Məsələn, Elnur, indi populyar olan bir məsələ var ki, maqnit deyək. Maşının detallarına belə yoxlayırlar ki... Mən sübut deyirəm o işə, mən inanmıram. Məsələn, sən deyirsən ki, belə iddia edirsən ki, düzgün göstərmir. Ondan anlatmaq olar alıcını. Detal var, şəxsən mən özüm sənətkar işləmişəm. Siz özünüz mən bilirəm də, təbii ki. Mən dəmirçi maliyar, yəni o iş görmüşəm vaxtında. Yəni, ayrı şəhərlərdə də işləmişəm. Belə deyək, yəni o detalı, indi ustalar bilir ki, mən nə deyirəm. O detalı, kraskasını, o detalı o qədər ki, yonursan ki, orada o nəyə göstərir? Lakın, zamaskanın faizini göstərir. Orada onu elə bir işləyirsə, düzdür, mən sizə demirəm ki, elə bir detal var ki, onu yəni bəlkə acırıb düzəldirsən, B-klaska satmaq olar, o detal onu B-klaska göstərir. Yox, elə bir şey var ki, yüngül, məsəl üçün, bahalı maşınlar var, yüngül nəsə olur, onu görsən ki, B-klaska düzəltmək mümkün deyil. Yüngülvarı onu gözəl ustalar işləyir, kraskanı ora elə bir vururlar ki, nazikdə o detal, o aparat dediyin aparat onu ki, görmür, faizi görür orada. Ona görə deyirsən, inanmıram mən aparata. İnanmıram, mən şəxsən inanmıram. Yəni, o vəziyyətdə satırlar ki, B-klaska. Amma da deyir ki, mən B-klaska almışam. Dəfələrlə olur ki, dost qardaş maşını alıb, gətiriblər yanıma, maşın satan deyir ki, B-klaska. Demişəm ki, qardaş, bu mənim yaxınımdır. Aparaq, mən maşını sübut deyirəm sana, B-klaska deyil. Bu detala kraska deyir. Əslində ürəyin qırmaq istəmirsən, amma yəni elə bir şey ki, vəziyyəti özünü anlatma. Elə bir şey var ki, klientin yanında görsən ki, dirənir mənə. Mən buna deyirəm ki, çəkirəm qardaş, mən bu işin yəni sənətkaram. Bunu mənə demə də. Mən sənə reallığı deyirəm, nə göstərirəm reallığı. Klientin yanında demirəm də, saat deyirəm ki, klientin yanında deyir ki, yox, sən yalan danışırsan. Mən də sübut deyirəm ki, yalan mən yox, sən danışırsan.
Elnur, bez kraska deyəndə əslində təbii ki, maraqlı olmur bəzi insanlara ki, mənim üçün maraqlı deyil bez kraska. Maşının kraska dəyəri, Kraska dəyər. maşınım yaxşı olsun. Bəs yaxşı, ümumiyyətlə bez kraska özü bez kraska anlayışı. Yəni belə deyək də, digər formada desək, rəng dəyməmək məsələsi avtomobilin qiymətinə, alqı-satqısına təsir edən məqamdırmı? 100%. Xeyli fərq edir. Bez kraska maşının qiyməti ayrıdır, kraska dəyilmişin maşını ayrıdır. Yəni belə deyə, bax kilometrajın özü də, yəni elə bir şeylər var ki, kilometrajda görürsən ki, yəni maşına baxırsan ki, maşın yəni o deyil və salon o kilometrajı demir. Yalandan çəkiblər 80 min, amma baxıram ki, maşın 250 min gedir. Yəni, maşın o deyil də, yəni salona, şəxsən yəni maşının bəzi yerlərindən içinə, çölünə baxanda görürsən ki, kilometrajdan uyğunlaşmır. Bax elə bir şeylər var. Azərbaycanda belə bir iş var da, mən sizə deyim. Maşının kilometrajına, ilinə, bir də maşının nömrəsinə fikir verirlər. Maşının sağlamlığına redqadan fikir verir. Amma əslində lazım olan Maşının detalıdır. Maşının belə deyək, maşının peredonmu, nəyinsə düzəltmək olar. Amma maşının kuzası, əsas o özək motoru. İndi motorda yüngül var, o motoru alanda yenə deyirəm, yəni elə bir şeylər var ki, o qədər bu maşın alverindən söz danışanam ki, sığası bir şey deyil. Təbii ki, orada mövzularımız çox. Bəli, orada poşin səsi var, klapan səsi var, kladiş səsi var, şatun səsi var, istakan səsi var, vanus səsi var, o qədər səslər var ki, yəni mən o maşına baxanda, mən o maşının yəni bir 99%, 80%, ən azı 80% deyirəm ki, motorun içində nə səs? Yer gəlmişkən, hörmətli izləyicilər, Elnur əslində qısa bir anons verdi və onu qeyd etmək istəyirəm ki, doğrudan da dəfələrlə mən özüm şahid olmuşam ki, Elnur təkcə maşının əziyinə, qəzasına və digər məsələlərə baxmır. Əslində maşını kodlayıb, mərcin səsinə bir balaca qulaq asmaq Elnura kifayət edir ki, sizə qeyd eləsin ki, desin və o məlumatı versin ki, bu maşının nəyi var, almağa dəyər yoxsa yox. Əslində bu mövzu çox dərin mövzudur. Elnurun dediyi kimi biz bundan saatlarla da danışsaq bu mövzu yekunlaşası deyil. Ona görə də ən yaxşısı olaraq bu vlogu burada, bu anonsu burada dayandırırıq və Elnurun danışdığı məsələlərlə bağlı, mövzularla bağlı sizi maraqlandıran mövzuları bizim şərh bölmənizə yazırsınız və Elnur usta artıq buradan elə danışacağıq ki, elə klientlərim, alıcıları elə bir yəni yönləndirəcək ki, nəyə ki Elnur, siz kimsə usta, yəni burada elə bir servisə getsəz də Elnurun dediyini deyəcək yəni. Yəni dəfələrlə olur ki, mən demişəm, razılaşmayıblar, gediblər servisdə, deyiblər ki, bu maşının bu falan dərdi var. Yəni deməyim odur ki, inşallah yəni növbəti videolarda biz elə danışacağıq, elə maşınları elə detal biz izah edəcəyik ki, klientlər özü alanda ən azı bir 40%, 30% özləri başı çıxacaq. Əslində biz həm də məlumatlandırırıq. Demirik ki, Elnur usta gəlsin, lazım bilsin. Biz həm də vloglarımızla, videolarımızla göstərəcəyik ki, insanlarımız artıq ayılsın, bilsin. Çünki elə bir dövrdə yaşayırıq ki, artıq deyərdim ki, bəzilərimiz yox, bir qədər çox əksəriyyətimiz artıq maşınlarda bir qədər anlayışı var, amma detallı şəkildə tam anlayışı deyərdim ki, çox adamın yoxdur və biz mütləq şəkildə videolarımızda məqsəd odur ki, insanlarımıza düzgün informasiya çatdıraq və düzgün istiqamətə yönləndirək ki, təbii ki, o pulu qazanmaq çətindir, onu aparıb verəndə də ürəyimiz istəyən ki, maşına verək ki, səhərsi günü Respublikanın hər yerindəki ustalarla tanış olmuyor. Xoş oldu Elnurla və bundan sonraki videolarımızda mütəmadi olaraq Elnur ustanı görəcəksiniz, tanıyacaqsınız və onun məsləhətli o verdiyi o məsləhətlərlə təbii ki, yararlanacaqsınız. Biz də söz veririk ki, sizi avtomobil bazarında bura gəlib maşın alanda və burada olmasın, hansı yerdə maşın, hansı şəhərdə maşın alırsınızsa alın, Elnur ustanın məsləhətləri təbii ki, sizə çox böyük kömək olacaq. Hələlik özünüzə yaxşı baxın, bizi izləmədə qalın.